Salam hörmətli izləyicilər. Bugün atamın kanalına sizləri salamlayan Fuaddır. 4-5 gün əvvəl səfər almışdı. Birinci gün video çəkmişdim, atam paylaşıbdı. Həmin gün vaxt var idi bir Eyfel Qüləsinin yanında video çəkməyə. Ondan sonra çox məşğul oldum, ancaq laboratoriyada olmuşam. Ona görə video çəkməyə, şəkil çəkməyə, belə şeylərə imkanım olmayıb. Bugün tam boşam, ona görə Parisi gəzəcəm. Notre Dame katedralı, sonra Louvre müzesinin yanı özünə getməyəcəm. Belə bəzi yerlər var ki, Parisdə gedəcəm. Salam hörmətli izləyicilər. Bugün atamın kanalına sizləri salamlayan Fuaddır. 4-5 gün əvvəl səfər almışdı. Birinci gün video çəkmişdim, atam paylaşıbdı. Həmin gün vaxt var idi bir Eyfel Qüləsinin yanında video çəkməyə. Ondan sonra çox məşğul oldum, ancaq laboratoriyada olmuşam. Ona görə video çəkməyə, şəkil çəkməyə, belə şeylərə imkanım olmayıb. Bugün tam boşam, ona görə Parisi gəzəcəm. Notre Dame katedralı, sonra Louvre müzesinin yanı özünə getməyəcəm. Belə bəzi yerlər var ki, Parisdə gedəcəm.